Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük sizləri. Ümidvaram ki, yaxşısınız, sıxıntınız, probleminiz yoxdur. Gəlin, həftəlik açılım eləyək. Bəli, fərqindəyəm ki, bir aydan çoxdur ki, yoxam. Ramazan ayı idi, özüm də oruç tuturdum. Ona görə düşündüm ki, yəni video çəkməyim. Biraz da sağlıq problemlərim var idi. Sağlamlığımla biraz əziyyət çəkirdim. Ona görə də video çəkmədim. Ümidvaram ki, məni başa düşürsünüz və videomuza davam edək. Görək, üzümüzə gələn həftə nə olacaq, nə yenilik olacaq. Bu arada hər biriniz inşallah ki, çox yaxşısınız. Qızlar, sıxıntınız, probleminiz yoxdur. Varsa da tezliklə keçsin inşallah. Bilirəm, çox gözləyirsiniz, Instagramdan da yazırsınız. Və bilirsiniz ki, mən şəxsi açılım eləmirəm. Kartımın bir yerə düşdü. Şəxsi açılım eləmirəm. Orada yazırsınız, çox sağ olun, minnətdaram. Yəni qeyd edirsiniz ki, niyə video çəkmirsiniz? Axı biz sizin daha doğrusu ümumi açılımlarınızı çox istəyirik, çox gözləyirik. Ona görə düşündüm ki, video çəkmək lazımdır. Şəxsi açılım eləmirik, başa düşdük. Amma heç ümumi sırf mənim izləyicilərimə, sırf enerji ötürdüyüm. Bu arada bunu da qeyd edeyim. Bunu da qeyd eləmədən keçməyim. Videom sırf mənim ürəkdən istədiyim izləyicilərimə aiddir. Bəzi qızlarımız var ki, qeyd edirlər Instagram üzərindən. Onlarla heç bir əlaqəyə keçmək istəmirəm ümumiyyətlə. Bəziləri var ki, mənə ümumiyyətlə haqsızlıq eləyiblər. Var da elə bir qızlar. Ona görə yəni onlara heç bir halda yəni enerji ötürmürəm. Yəni siz necədir? Bəzən haqqıma girirlər, bəzən elə bir şeylər danışırlar ki, ona görə nəysə o mövzulara girmək istəmirəm. Videom sırf istədiyim izləyicilərimə ümumi şəkildə, yəni sırf ürəyimdən keçən, daxildən belə deyim ki, ürəyim istəyən izləyicilərimə aiddir. Bunlar da bilirsiniz ki, kimlərdir? Artıq kim özünü rahat hiss eləyirsə, kim qəlbən özünü vicdanında hiss eləyirsə, sizlərə aiddir. Bunu da qeyd edeyim, bu şəkildə qəbul edeyim. Məncə çox uzatmayayım, artıq 2 dəqiqədən çoxdur ki, bu mövzu haqqında danışırıq. Keçək. Ümumi üzerine bir şey koyayım isterseniz. Burada bir şeyler var. Onu koyacağım. Kimin üçün vaxt azdırsa, istəyirsiniz videonu saxlayın. Kimin üçün necə rahatdırsa elə də eləyin. Bence görünür də yəni. Özümüzü çox öldürməyik. Görünür. Kimin üçün vaxt azdırsa yenə deyirəm, videonu saxlayın, elə seçin, ondan sonra davam edin. Başlayırıq birinci variantı seçənlərlə. Kim bu variantı seçiblə başlayırıq sizlərlə. Baxaq görək. Üzümüzə gələn həftə 30 mart və 6 aprel tarixlərində sizi nə gözləyir? Bu arada yaz gəlir. Çox gözəl bir fəsildir. Çox sevirəm yaz fəslini. Görək inşallah ki, hər birimiz üçün uğurlu olsun. Hiss edirsiniz də yəqin ki, səsimdən. Mən biraz xəstə olan kimi bu dəqiqə başlayıram təngə nəfəs olmağa. Yəni tez-tez danışanda başlayıram təngə nəfəs olmağa. Bilmirəm nə ilə əlaqəlidir. Hər dəfə xəstə olub sağalandan sonra belə hallarla rastlaşdım. Yəni çox özümü narahat hiss edirəm. Siz özümü elə bilirəm ki, çox qaçmışam, amma qaçmışam, finişə çatmışam. Orada dayanmışam kimi hiss edirəm. Çox qəribə bir haldır. Bədənim zəifdir, yəqin ona görə ola bilər. Başlayırıq. Birinci sıra olsun bizim iş, təhsil haqqında, pul maddiyatla bağlı birinci sıramız. İkinci sıra olsun sevgi, en çok sevdiğimiz sevgi hayatıyla bağlı. Üç.
4 və 5. Və 3 dənə kart çıxardacağım ki, da görək. Həftəmiz hərəkətli. Hərəkətli deyəndə bəziləriniz yazırsınız ki, hərəkətli nə deməkdir? Yəni ki, misal üçün kimsə ola bilsin ki, işdən təklif gözləyir və yaxud da ki, nə bilim, sevgilisindən təklif gözləyir, hərəkət gözləyir, ona addım atmasını gözləyir, işdən ona təklif gəlməsini gözləyir, maaş almasını gözləyir və yaxud da ki, hərəkət bilirsiniz nə demək. Yəni bunu izah eləməyin məncə mənası yoxdur. Misal üçün nəysə özünüz bilirsiniz də kimdə necədirsə o. Yəni işə CV vermisiniz, oradan təklif. Bu hərəkətdir də, düzdür, feildir. Yəni kimisə sizə geri dönməsi və yaxud da ki, nəsə sizdə kimsə addım atması, bu hərəkətdir də, yəni feil deyəndə ki, yəni siz bildiniz də mən nə demək istəyirəm. 3 dənə kart çıxardacağım ki, görək, həmişə bir dənə çıxardacağım, bu dəfə 3 dənə. Çünki ekstra olaraq neçə vaxtı yoxam və bunun üçün 3 dənə kart, bunu qoyuruq aşağı. Baxaq, iş, maddiyyat, təhsil. Baxın, ola bilər ki, kimdəsə təhsil çıxmaya bilər. Normal haldır, olmaya bilər. Kartın mənasına görə, sizə görə, uyumlanmasına görə izah eləyəcəm hər birini. Aha. İş yerindən təklif gözləyənlərimiz varsa, birli zamanda sizə işdən təklif gələ bilər. Amma bu təklif sonradan hiss eləyə bilərsiniz ki, nəsə bağlandı və yaxud da ki, uzun bir zaman sizə geri dönüş eləmədilər və yaxud da ki, sualınıza cavab vermədilər. Verdiyiniz nəyinsə qarşılığını ala bilmədiniz. Çünki burada biraz ola bilsin ki, çətinlik yaşaya bilərsiniz. Çünki təklif var. Fakt olaraq ortada təklif var. Yəni, mümkün deyil də bu olmaya bilər. Təklif var. Biraz sıxıntı yaşaya bilərsiniz. Amma ondan sonraki kart onu göstərir ki, bu sıxıntının ardınca xoşa gələn bir şeylər olacaq və siz iş qadını olacaqsınız. Demirəm, biznesmen olacaqsınız. Yəni, xüsusi biznesiniz olacaq, siz multimilyoner olacaqsınız. Yox, amma işləyən bir qadın kimi görürəm sizi. Və yaxud da ki, pullu bir qadın kimi. İş yoxdur, təklif yoxdur. Deyə bilərsiniz ki, mən işləmirəm və yaxud da ki, işə bir təklif verməmişəm və yaxud da ki, nə bilim, heç yeri CV verməmişəm. Necə ola bilər ki, bunlar? Ola bilər, bəli. Çünki hər birinizə uyğun olmaya bilər. Ona görə siz bunları yığışdırırsınız. Görürsünüz ki, sıxıntıdasınız, problemləriniz var. Problem içindən problem çıxır. Bəli, bunları başa düşürəm. Amma ondan sonra biraz rahatlanmalı ola bilər. Ondan sonra siz pullanacaqsınız. Demirəm, yenə deyirəm. Ümidvaram ki, başa düşürsünüz də nə demək istədiyimi. Demirəm ki, multimilyoner olacaqsınız, full milyoner olacaqsınız. Hər şey yolunda olacaq. Yox. Amma əlinizə müəyyən qədər pul keçəcək. Biraz ola bilsin ki, istədiyiniz insan sizə kömək eləyə bilər. Çünki burada biraz duyğusal mövzular da var. Ola bilsin ki, nəsə istədiyiniz insan, sevdiyiniz insan, yoldaşınız, ailəniz, duyğusal dediyim sırf sevgi ilə bağlamayın. Bəlkə sevdiyiniz yox da ailəniz ola bilər ki, aranızda yəni çox istədiyiniz bir münasibət var, duyğusal bir mövzular var aranızda. Misal üçün də siz qardaşınızı sevirsiniz, bacınızı sevirsiniz, atanızı, ananızı sevirsiniz. Bu arada qızlar çox təngə nəfəs olur onu danışanda, üzürlü sayın. Amma yenə də davam eləyəcəm. Siz mənə başa düşürsünüz. Burada kiçik bir ailəyi birbirimizi başa düşürük. Demirəm, yəni burada sevgi ola bilər. Demirəm, sevgi deyil. Sevgi də ola bilər, amma sevgidən kənar şeylər də ola bilər. Yəni, çox istədiyiniz bir insanlar sizə kömək eləyə bilər. Belə. Bu getdi. Biraz su içim.
Keçirik sizin sevgi mövzunuza. Baxaq görək burada nələr baş verir. Sevdiyiniz insan çox qorxaq bir insandır. Hədrinizə dəyə də bilər. Deyə bilərsiniz ki, bu nə danışır. Yəni, bəlkə də qorxaqdır, amma niyə deyir? Amma qorxaqdır. Bunu bilirsiniz. Qızlar, bunu bilirsiniz. Çox gözəl bilirsiniz. Bu insan çox qorxaq bir insandır. Necə qorxaqdır? Sizdən qorxmur ha. Bəzi atdığı addımlardan, bəzi verdiyi qərarlardan qorxur. Biraz türklər demiş, fevri davrana bilər. Özünü çox əsəbi, qısqanc, qorxaq yox. Daha çox belə şey kimi göstərə bilər. Yəni belə Şaban kinosuna baxmısınız, qorxusuz qorxaq. Bu insan biraz özünü yəni belə siz ola bilər xarakterli də ola bilər, qısqanc ola bilər, soyuqqanlı ola bilər. Daha çox soyuqqanlı. Asın, vurum, kəsim, doğruyum. Belə bir insan ola bilər. Hal-hazırda arxanızı çevirmişsiniz bir-birinizə. Bəlkə də bu insan siz əslində gələcəyini apara biləcəyi bir insan kimi görür, amma dalaşmışsınız. Bəzi aranızda problemləriniz baş verib, bəzi xoşa gəlməz hadisələr baş verib. Amma bu insan sizə təbii ki, yəni heç yerə qaçan deyil, bu insan sizə addım atacaq. Çünki bu hərəkətli bir kraldır. Değnək kralı ümumiyyətlə hərəkətli bir kraldır. Yəni, bu değnək kralını siz necə qəbul edin? Yəni, babnik olanlar var ya, elə qəbul edin. Yəni, bu insan sizə onsuz addım atacaq. İstəyir neyinirsiniz eləyin. Yəni, nə olur aranızda olsun. İstər davam olsun. İstər, yəni, bu o demək deyil, sevgidən addım atacaq. Yox. Bu insan onsuz da sizə addım atacaq. Bu insan onsuz da sizdən getməyəcək. Yəni, belə bir insan kimi qəbul edin bu insanı. Misal üçün, həyatında heç nə yolunda getməyə bilər, sizə addım ata bilər. Misal üçün, sizin üçün darıxa bilər, addım ata bilər. Sizi bir dəfə görmək istəyə bilər, addım ata bilər. Ondan sonra ola bilsin ki, yoxa çıxa bilər, bəli, yoxa çıxa bilər. Çünki belə bir insandır. Belə bir insan kimi yorumlaya bilərəm bu insanı. Və beləliklə qorxaq bir insandır. Qısqanc, soyuqqanlı bir insan ola bilər. Aranızda problemlər var. Arxasını çevirib sizə, amma buna baxmayaraq addım atacaq. Burada sevgi falan yoxdur. Yəni sevgi falan. Bu ola bilsin anlıqdır. Ona görə ola bilsin hal-hazırda sizə qarşı əsəbi ola bilər, soyuqqanlı ola bilər, addım atmaya bilər, dalaşmışsınız, çox pis söz demişsiniz o insana. Ona görə də bu insan addım atmaq yox da, yəni duyğusal hisslərini biraz öz ürəyinə həbs edib. Baxaq, sizin görək həftəniz hərəkətli keçəcəkmi? Siz necə? Özünüz də biraz bilirsiniz. Heç nəyi vecivizə almayan bir insansınız. Ümumiyyətlə həftəniz bilirsiniz necə keçəcək. Misal üçün də, yəni bunu gözləyirsiniz, amma daha başqa və daha qəşəng bir şey ola bilər. Fərqli bir şey gözləyirsiniz, amma ondan fərqli bir şey ola bilər. Daha çox mübarizədəsiniz. Bilmirəm nəyin mübarizəsindəsiniz, amma mübarizəvizə görə, elədiyiniz mübarizəvizə görə kiçik bir addımlar olacaq. Bunu artıq özünüz bilirsiniz. İstər iş olsun, istər sevgi olsun. Sevgilinizə qarşı ekstra mübarizə aparırsınızsa, onun kiçik addımlarını görə bilərsiniz. İşə görə ekstra mübarizə aparırsınızsa, onun kiçik bir hərəkətlərini görə bilərsiniz. Ümumiyyətlə, özünüz çox rahat bir insansınız. Yəni, istədiyin, siz necə? Misal üçün, hal-hazırda musiqi oynaya bilərsiniz. Ürəyiniz bunu istəyirsə eləyə bilərsiniz. Heç kim görmür, sizin fərqinizdə deyil. Özünüz bir otaqdasınız. Musiqi qoyarsınız və oynayarsınız. Güzgüyə baxarsınız. Məsəl üçün, özünüz xoşunuza gələr.
özünüzə xoş sözlər deyirsiniz. Bu belə bir insansınız. Biraz həyatı vecizə almayan bir insan durumunda gördüm. Hal-hazırki vəziyyəti deyirəm qızlar. Bu demək deyil ki, siz həmişə eləsiniz. Hal-hazırki bir həftəlik, bir müddətdir elə bir vəziyyətdə olacaqsınız. Neyse, getdik. İkinci variant seçənlər. Ümidvaram ki, mən rəngləri düz göstərdim. Siz yenə də əvvəlki videodan bilirsiniz ki, hansı rəng və hansı kartları seçmişsiniz. Çünki orada rənglər qarışdı. Ümidvaram düz göstərdim. Neyse, mən videonu saxlamayacağım və davam edelim. Baxaq görək. İkinci dəstəni seçənlər sizi nə gözləyir? Bu arada biraz su için. Sizdə də belədir qızlar. Yəni sizdə də belə deyəndə, yəni siz də xəstələnmisiniz bu son zamanlarda. Çünki virus çoxdur, yəni dəhşət dərəcədə. Mənim ətrafımda olan çox insanlar xəstələnir. Özünüzü qoruyun yəni. Baxaq. Birinci sıra bizim iş, təhsil, maddiyyat vəziyyətimiz. İkinci sıra bizim sevgi həyatımız. Üçüncü sıra isə bizim həftəmiz hərəkətli keçəcəkmi? Buna baxırıq. Başlayırıq. Maddiyyatla başlayırıq. Aha, bu kart çıxmasaydı bu çox pis. Bu çox qəşəng bir kart idi. Bu maddiyyat üçün çox qəşəng bir kartdır. Uğurlu bir kartdır. Duygusal bir insansınız. Hər şeyə inanansınız. Yəni bu qədər də olmayın. Yəni hər şeyə çox inanırsınız. Hər şeyə çox duygusala bağlayırsınız. Sizə ailədən kömək gələ bilər və bəzilərinizə çox kiçik bir hissəncə, çox az bir hissəncə ola bilsin ki, ailədən kiçik bir vəsiyyət mi deyim, köməklik mi deyim, sizə belə bir şey gələ bilər, müəyyən bir hissəvizə. Amma maddiyyatla bağlı sizə bəzi yalan danışan insanlar var. Misal üçün, kimsə sizə deyə bilər ki, sən işini düzəldəcəm, sən işdə çox qabağa gedəcəksən və yaxud da ki, nə bilim, işin belə olacaq, elə olacaq, maaşın belə olacaq, sən maddi vəziyyətin tutaq ki, çox full vəziyyətə qalxacaq. Belə bir şeylər kimsə sizə deyə bilər. Bunlar boş bir şeylərdir. Hal-hazırki vəziyyət üçün boş bir şeylərdir. Ola bilsin ondan sonra yaxşı ola bilər. Amma indiki vəziyyət üçün mən bunların boş olduğunu görürəm. Amma buna baxmayaraq sizə ailədən bir dəstək gələcək. Sırf ailə. Yəni burada qan bağı olacaq. Tutaq ki, ananızdan, atanızdan və ya da qardaş bacınızdan tutaq ki, dəstək gözləmirsiniz, amma onların baxımına ehtiyacınız var da, yəni onlar sizə baxır. Bəziləriniz ola bilsin, burada tələbəsiz, ailəniz sizə baxır, işləmirsiniz, eləmirsiniz, ona görə bu kart çıxa bilər. Burada yəni bəziləriniz %50%-iniz ehtiyatlı olun, kimsə sizə nəsə söz verə bilər, amma onu yerinə yetirməyə bilər. Bəziləriniz isə burada siz ailənizin köməyinə ehtiyacı olan bir fərd kimi çıxırsınız, bir insan kimi çıxırsınız. Yəni siz tələbəsiz və ailəniz sizə baxır.
Ola bilsin ki, hansısa bir şəhərdə yaşayırsınız, hansısa bir rayonda yaşayırsınız, ailəniz sizə maddi dəstək edir. Bu da ola bilər. Sevgi həyatınıza baxın. Qəşəng kartdır. Arzu olunan xanımsınız. Simic xanımsınız. Bunu da deyim. Ailəyə bağlı bir insansınız. Ailə canlı insansınız. Yəni kimsə sizlə evlənsə, ailə canlı bir insansınız. Amma ola bilsin ki, kimsə sizlə evlənməyə bilmir, qərar versin, yoxsa verməsin. Çünki ola bilsin ki, kimsə sizin həyatınızda var. İstədiyiniz insan var. Amma bilmir sizlə evlənsin, yoxsa yox. Belə bir vəziyyət var. Və yaxud da ki, siz simic olmaya bilərsiniz. Çünki burada sevgi mövzusudur və sizin qəlbinizdə olan insana baxıraq. Və burada bu insan çox simic çıxa bilər. Aranızda yol məsafəsi ola bilər. Siz başqa bir yerdə, o insan başqa bir yerdə ola bilər. Siz rayonda və yaxud da ki, o insan rayonda, siz başqa bir şəhərdə ola bilərsiniz. Belə, qızlar. Addım burada hələ ki görə bilmirəm. Çünki bu insan amma sizi güdür, sizi izləyir. Gizli olsa da sizi hardansa güdür, izləyir. Sizə addım atmaq mövzusunda biraz tərəddüd eləyir. Bilmir addım atsın, atmasın. Yəni bunun ikiləmində qalıb. Biz necədir? Bəlkə də bu insan əkizlər bürcüdür. Əkizlər dolça tərəzi ola bilər. Bu insan addım atsın, atmasın, bunu desin, deməsin, yəni bunu eləsin, eləməsin arasında gedib gəlir. Biraz dengəsiz. Belə deyirlər də, düzdür, dengəsiz. Yəni bilmir eləsin, eləməsin. Eləmək istəyir. Amma sonra deyir ki, yox, eləməyim. Belə bir insandır. Burada addım biraz görmədim. Baxaq görək, həftəmiz hərəkətli olacaq, yoxsa yox. Baxın, çox istəyir hərəkət eləmək, çox. Dəhşət dərəcədə hərəkət eləmək istəyir, duyğusal bir anlamda hərəkət eləmək istəyir. İstər maddiyyət olsun, istər sevgi. Daha çox sevgi deyərdim. Hərəkət eləmək çox istəyir. Sizə də çox vurğundur. Sizə də çox aşiq bir insandır. Amma əlini qolunu bağlayan bəzi səbəblər var. Bu səbəblərə görə eləmək istəmir. Bəlkə də sizin elədiyiniz hərəkətlər buna mane olur. Bəlkə də bu insan evlidir, ona görə eləmək istəmir. Amma bunun konkret olaraq əlini qolunu bağladığı bəzi mövzular var. Ona görə hərəkət eləmək istəmir. Həftəmiz hərəkətli keçmək istəyir, amma mane olan bəzi səbəblər var. Baxaq görək, üçüncü dəstəmizi nə gözləyir? Nə olacaq? Birinci sıra iş, maddiyat. İkinci sıra sevgi. Üçüncü sıra həftəmiz hərəkətli keçəcəkmi? Buna baxaq. Başlayaq. Birinci sırayla başlayırıq. Maddiyyat nəfisdən başladıq. Siz də fərqindəsiniz bunun pis olduğunu. Yəni özünüzdə o pisliyi hiss edirsiniz. Maddi tərəfdən bir çökmüsünüz. Maddi tərəfdən çökmüsünüz. Çox problemləriniz var. Çox kreditləriniz var. Və yaxud da çox deyil. Yəni bir dənədir, amma var da, kredit var. Yəni borc var, nəsə var. Bunu ödəmək üçün kiçik addımlar atırsınız. Nəysə nəyinsə üstünə qoyursunuz və bunu ödəməyə çalışırsınız.
nəyinsə sonunu gözləyirsiniz elə bir. Nəsə son tapacaq, ondan sonra biraz dirçələcəksiniz. Amma gözləmədiyiniz anda bir dənə qəşəng bir əl sizə tərəf gələcək və elə bir sizi biraz bu mövzudan çıxaracaq. Bu təhsildə də eynidir. Sanki çökmüsünüz təhsil, ya çox oxuyursunuz bunun bəhrəsini görə bilmirsiniz, ya oxumursunuz, özünüz bilirsiniz də artıq. Yəni burada sakitcə oturub videonu izləyirsiniz, heç kim sizə qulaq asmır. Siz özünüz, öz fərqindəsiniz ki, təhsillə bağlı da tutaq ki, oxuyursunuz və yaxud da oxumursunuz. Bəziləriniz bilirsiniz, özünüz qulaq asırsınız, valideynləriniz qulaq asmır. Bilirsiniz ki, oxumursunuz da, onsuz da yəni. Yalandan başdan yola gəldi eləyirsiniz və yaxud da ki, oxuyursunuz. Yəni burada heç kim anlatmır. Nə mən sizi eşitmə, mən siz mənə. İndi valideynləriniz sizə. Oxuyursunuz, oxumursunuz, bu artıq sizin şəxsi qərarınızdır. Amma biraz elə bir ki, çöküşdəsiz, kiçik addımlar atmaq istəyirsiniz ki, bu çöküşdən, bu məsəl üçün düşmüsünüz yerin altına, oradan çıxmağa çalışırsınız. Kiçik addımlarla çıxırsınız və bir kimsə sizə əl uzadacaq ki, gəl bu yerdən biraz da çıxasan və bu əl sizi biraz elə bir ki, misal üçün neysə cücərir də yerdən. Yarpaqları çıxar. Siz oradan biraz elə bir çıxardacaq çölə. Başa düşdünüz necə? Yəni biraz loru dildə izah elədim də sizə. Neysə biraz elə bir çıxacaqsınız yuxarı. Çünki biraz sizin rahatlanmış halınızı görəcəm. Bu biraz siz necədir? Həftə başladığından çox çöküşdə olacaqsınız, özünüzü çox pis hiss eləyəcəksiniz, narahat hiss eləyəcəksiniz, amma həftənin sonlarına doğru elə bir kimsə sizə bir əl uzadacaq, oradan çıxacaqsınız. Başa düşdünüz? İstər iş olsun, istər maddiyyat olsun, istər təhsil olsun, fərqi yoxdur. İş gözləyənləriniz də var. Məsələn, həftə sonunda gözləyirsiniz də, yəni yerin altındasınız, gözləyirsiniz ki, bu işdən bir şey yoxdur və yaxud da ki, olacaq, olmayacaq, gözləyirsiniz də. Həftə sonuna doğru nəsə bir əl uzadacaq sizə. Nəsə bir şey gələcək, yəni. Bir də. Baxaq görək sevgi həyatınız. Bir şey başladıq. Sevgi ilə başlayırıq. Sevgi ilə davam eləyirik. Aha. Ola bilsin sizə nəsə ədalətsizlik eləyir. Aha. Hə. Ola bilsin ki, bu insan ümumiyyətlə sizə çox sevir. Yəni, sizə bağlı bir insandır. Su ünsüründən ola bilər. Ola bilsin ki, yəni yüksələni, ay bürcü ola bilər. Öz bürcü deyil də, yüksələn və ay bürcü ola bilər. Çox belə duyğusal bir insandır. Sizə də qarşı çox böyük duyğusal hissləri var. Bəlkə də sizə ədalətsizlik eləyib və yaxud da ki, belə bir şey yoxdur. Siz özünüz bilirsiniz də. Ya bu insan evlidir, ya da ki, bu insan sizinlə evlənmək istəyir. Amma hal-hazırki vəziyyətdən biraz özünə çəkilib. Elə bir özünün şəxsi, yəni sizlə yox, sizlə bağlı deyil. Şəxsi bir problemləri var, ona görə biraz özünə çəkilib, amma ondan sonra sizə təbii ki, burada 2 dənə hərəkətli kartımız var. Yəni sizə təbii ki, addım atacaq. %90% sizə addım atacaq bu insan. Yəni sizə çox sevir, sizin üçün çox darıxır da, sizi çox özləyir. Yəni bu kartlar çox qəşəng kartlardır. Hər tərəfli ümumiyyətlə bu insan sizi istəyir. Çox mədəni, çox özünə baxan və yaxud da ki, sizin ədalətli bir insan olduğunuzu düşünür. Yəni sizin çox doğru bir insan olduğunuzu düşünür. Bu insan belə bir hallardadır. Baxaq görək. Bunu belə deyək və bağlayaq. Baxaq görək. Həftəniz hərəkətli keçəcəkmi? Təbii ki. Təbii ki, hərəkətli keçəcək. %80% hərəkətli keçəcək. Kimləsə üz-üzə gələcəksiniz. Burada bir üzləşmə var. Konkret olaraq bir üzləşmə, danışıq, mesajlaşma ola bilər. Bir egoist bir insan var ki, onun siz egosunu qıracaqsınız.
qıracaqsınız və üz-üzə gələcəksiniz. Sevgi də ola bilər bu, iş də ola bilər, təhsil də ola bilər, fərqi yoxdur. Yəni həftəniz konkret olaraq hərəkətli keçəcək. Bunun üçün də sizi təbrik edirəm. Və mən də bu arada Türklər demiş, necə deyirlər ona, konkret olaraq yoruldum da, yəni danışa bilmirəm. Danışanda çox çətinlik çəkdiyimin fərqindəsiniz. Bu qədər mənim əzizlərim. Özünüzə yaxşı baxın. Öpürəm sizi. Sizi çox istədiyimi unutmayın. Biraz uzun video oldu, amma biraz çalışdım ki, bəzi şeyləri ətraflı izah edeyim ki, siz də başa düşəsiniz. Öpürəm sizi. Özünüzə yaxşı baxın. Sağ olun. Sağ olun.